Sabahınız xeyir. Xoş gəlmisiniz hər biriniz. Şənbə günü, bazar günü hətta vaxt ayırmısınız. Bu görüşün məqsədi müəyyən qədər bizim bu saptanma komissiyaları, saptamada iştirak edən belə deyək, tərəflərə barədə məlumat vermək, həmçinin növbəti başlayan təlimlər barədə məlumat vermək və son 15-20 dəqiqədə sizin suallarınızı cavablamaqdır. Mən Elşən Həsənov. Daha əvvəl ümumiyyətlə TSD təlimlərin hamısını özüm vermişəm. Varsa 400 nəfərdən çox iştirak olub, 20-dən çox təlim olub. Amma artıq özüm biraz təlim məsələsini dayandırıram. Mən işləyirəm hal-hazırda Anti-İnsaf xidmətində. Dövlət Satama Nəzarət şöbəsi var idi, oldu. Artıq Dövlət Satama Nəzarət şöbəsi və Təhlil şöbəsi və həmin şöbənin müdürüyəm mən. Təlimlər verməyəcəm. Amma yoldaşlar hansı ki bizim köhnə təlimlərin iştirakçılarıdır və kifayət qədər yaxşı nəticələr göstərirlər, keçirilən imtahanlarda və s. Estafet verirəm onlara. İndi onlar özləri, öz sahələri barədə məlumat verəcəklər. Ümumi onu deyim ki, ümumiyyətlə biz təlimi nəyə görə bu formata bölmüşəm? Belə ideya olaraq məndən qaynaqlanan məsələdir. Məndə ümumiyyətlə əvvəlki təlimlərin hamısı bir paketdə olub. Yəni mütəxəssis, tədqiqatçı kimi ayırmışdım bəzilərini, amma daha çox mütəxəssis təlimlərində iştirak edirdilər. Həm tədqiqatçılar, həm komissiya üzvləri, həm satma mütəxəssislər, amma bazarda da təlimçi, bu sahədə təlim göstərənlər də az deyil. Düşünürəm ki, yəni iştirakçılara daha faydalı olan hansı sahə üzrə belə bu sahəyə başlayıblarsa, məsələn, tədqiqatçının satma qanunvericiliyinin hamısını bilməsinə ehtiyac yoxdur. Satma qanunvericiliyini yoldaşla məlumat verər. Artıq yeni qanun, işin növbətin qüvvəyə minən qanun 1200 səhifədən çoxdur. İndi deyək ki, şərtlər toplusudur, təsərrüfatları falan məsələlərini çıxartsaq, 300 səhifəlik material var. Yəni, tədqiqatçı bunun hamısını öyrənməli deyil. Satlama komissiyasının üzvü də eyni şəkildə hamısını öyrənməli deyil. Düzdür, mütəxəssis olub komissiyaya gələ bilərlər, amma sırf komissiyadadırsa və bir çox halda da rəhbər şəxslər təyin olunur, komissiyada bütün satlama materiallarını bilməsinə ehtiyac yoxdur. Bilməyə ehtiyac olan mütəxəssislərdir, onu da Elçin bəy təqdim edəcək, hansı ki, həm tədqiqatçı tərəfindən də müəyyən məlumatlı olmalıdır, həm komissiya tərəfindən, həm də satılan təşkilat tərəfindən məlumatlı olmalıdırlar. İndi başlayaq, deməli, Elçin müəllim bizdə təqdim edəcək satılan təşkilat tərəfindən məsələləri və Yusuf müəllim bizdə adaşdılar, tədqiqatçılar və komissiya barədə məlumatlar verəcəklər. Buyur Elçin. Salam, hörmətli həmkarlar, hər birinizi təkrar salamlayıram. Xoş gəlmisiniz. Dövlət satınalmaları sahəsində yeni başlayanlar üçün təlimimiz nəzərdə tutulmuşdur. Burada təlimçi mən Elçin Əlbəşiyev. Bu sahədə artıq 8 ildir təcrübəm var. Və mən özüm də vaxtilə dəfələrlə bu təlimin lise tələbəsi olmuşam və oradan da yaxşı ki, bu yoldan keçmişəm. Çünki mənim özümün də şəxsi karyeramda irəliləməyimdə, uğur qazanmağımda böyük rolu olub. Ümumiyyətlə, bu təlimin məqsədi və yaxud da ki, bizə nə öyrədə biləcək? Biraz bu haqda sizə məlumat verəcəm, vaxtınızı alacam. Bu təlimdə əsasən çıxış iştirak etmək istəyən şəxslər kim ola bilər və yaxud da ki, tövsiyə etdiyimiz şəxslər kimlərdir? Satılan təşkilatlarda çalışmaq istəyən şəxslər, ümumiyyətlə, bu sahəyə marağı olanlar, tələbələrdir, yeni məzunlardır və belə deyək, digər sahələr də var ki, hansı ki, dövlət satınalmaları ilə əlaqəlidir. Bunlar audit sahəsində çalışanlar, hüquq sahəsində çalışanlar. Çünki biz özümüz də işlədiyimiz qurumlarda görürük ki, yoxlamalar zamanı həqiqətən də audit təbii ki, bu sahəni bizim qədər bilməyə borclu deyil. Amma yoxlamalar zamanı görürük ki, fikirlərimiz üst-üstə düşmür. Bu baxımdan da, məsəl üçün, auditdə çalışan əməkdaşların da bu təlimdə iştirak etməsi mənə elə gəlir ki, daha yaxşı olardı. Bu sahədə yeni başlayanların 51 çətinlikləri var. Sözsüz ki, biz hər birimiz bu yolu keçmişik. Mən sıralara baxanda tanıdığım və tanımadığım təcrübəli şəxslər var. Hansı ki, bu yolu keçiblər. Burada əsas çətinliklərdən biri nədir? Qanunvericilik məsələsi. Elşən müəllim də vurğuladığı kimi bu sahəni tənzimləyən 23 normativ hüquqi akt var. Səhv eləmirəmsə, Elşən müəllim də vurğuladığı kimi 1200 səhifədən çox sənədlərdir. Bunları oxuyub, belə deyək, anlamaq və düzgün tətbiq etmək sözsüz ki, yeni başlayanlar üçün çox çətindir.
Hətta bizim özümüz belə deyək, 8 il, 10 il bu sahədə çalışırıq. Bəzən görürük ki, qanunvericiliyi oxusaq belə bunun tətbiqində suallı məqamlar çıxır. Və bu baxımdan ona görə yeni başlayanlar üçün qanunvericilik məsələsinin həcminin çoxluğu daima çətinlik yaradır. Digər məsələlərdən biri proseslərin çox şaxəli və çox pilləli olmasıdır. Hansı ki, elan verildikdən, daha doğrusu elə ilk mərhələ satın alma planından başlayır, daha sonra isə son mərhələ olaraq müqavilənin bağlanmasıdır. Düzdür, müqavilənin icrası da o başqa bir prosesdir. Orada da satın alma mütəxəssisinin 51 rolu var. Buna görə bura qədər olan proseslər həddindən artıq, çox şaxəlidir. Ona görə də onu ilkin bu sahədən yeni başlayan şəxslərin oxuyaraq düzgün tətbiqi və bunu ardıcıllıqla tətbiq etməsi sözsüz ki, çətin bir məsələdir. Ona görə yeni başlayanlar üçün bu proseslər çətinlik yaradır. Digər çətinliklərdən biri odur ki, satın alma sənədlərinin hazırlanması. Burada şərtlər toplusu müqavilə və digər formalar var ki, bunlar da öz növbəsində hər belə deyək, satın alma metodunda və yaxud da ki, mal, iş, xidmətlərdə fərqlənir. Bunların da yeni başlayanlar üçün biraz daha çətin gəlir. İlkin vaxtlarda digər portaldan istifadədir və o sahədə təcrübə azlığı. Çünki bildiyimiz kimi, sırf bəzi hallarda qanunvericiliklə yazılan formada prosesləri tənzimləmək mümkün olmur. Məsəl üçün, şərti olaraq götürsək, təsisatçıların müsabiqədən kənarlaşdırılması. Bildiyiniz kimi, qanunvericilikdə proses başqa formadadır, lakin bu prosesi ləngitməmək adına və daha praktik olsun deyə bəlli səviyyədə burada praktik yanaşmalar tətbiq olunur. Hansı ki, kənarlaşdır və ona bildiriş göndər. Bu kimi proseslər var ki, praktikada fərqli tətbiq olunur. Bizim yeni başlayanlara tövsiyəmiz nə olardı? Qanunvericiliyin müntəzəm olaraq təkrarlanması, oxunması. Bir çox hallarda mənim özümün də şahid olduğum məqamlardan biri odur ki, məsəl üçün, 1-2 dəfə qanunvericiliyi oxunulur və təlimə və yaxud da ki, digər seminarlara qatılır. Əməkdaşlar belə bir fikir formalaşır ki, təlimlə hər bir şeyi əldə etmək olar. Bəli, təlim böyük bir məsafəni, belə deyək, daha uzun müddətdə yox, daha qısa vaxta qət etmək üçün bir vasitədir. Lakin bu hər şey demək deyil. Burada həmin şəxsin üzərinə çox böyük bir yük düşür. Əsas məsələ, belə deyək, satın alma mütəxəssisin özündən asılıdır. Qanunvericiliyi mütəmadi olaraq təkrarlamaq, ona olunan dəyişiklikləri izləmək. Və bunun prosesin ən önəmli hissələrindən biri odur ki, yəni biz orada yazılan prosesləri özümüz məntiqi cəhətdən dərk edirik. Bilək ki, bu prosesin məntiqi nədir? Və yəni biz bunu niyə edirik? Burada qanunvericilikdə yazılıb, bu bir mənalı normativ hüquq akti tələb bir mənalıdır. Lakin biz bunu bilməliyik. Niyə edirik? Ona görə də mənim şəxsən tövsiyəm o idi ki, qanunvericiliyi mütəmadi təkrarlanır. Mən özüm belə bildiyim proseslər var ki, daima yaddaşıma həkk olsun deyə hər dəfə qanunvericiliyi açıram və onun bəndini taparaq təkrar yenə də özüm üçün oxuyuram ki, bu mənim yaddaşıma daha dərin həkk olsun. Ona görə də bizim tövsiyələrimizin biri olardı ki, mütləq təlimlərə qatılmaq. Bu, təbii ki, bir həm seçimdir, həm də tövsiyədir. Amma qanunvericiliyin təkrarlanması mənə görə vacib amillərdən biridir. Digər tövsiyələrimizin biri proseslərin əvvəlcədən müəyyənləşdirilməsi. Satın alma keçirilməmişdən əvvəl satın alma mütəxəssisliyi təlimdə bu barədə daha geniş və daha, belə deyək, sistemli şəkildə məlumat verəcəm. Mütləq şəkildə proses əvvəlcədən satın alma mütəxəssisinin rolu isə beynində canlanmalıdır. Bilməlidir ki, plandır, yoxlanmalıdır, elandır və digər prosesləri mütləq şəkildə planlaşdırmalıdır. Bunu ola bilər sənəd şəklində özü üçün planlaşdıra bilər və yaxud da ki, belə deyək, özü artıq təcrübə toplayandan sonra artıq bu, belə deyək, instinkt halına alır və sən bilirsən ki, hansı prosesdən sonra hansı proseslər gəlir. Və ən əsas mənim özümün də tətbiq etdiyim və inanıram ki, sizlərin də tətbiq etdiyi metodlardan da biri hazır şablonlar
üzərindən belə deyək, satın almanın həyata keçirilməsi. Bu nə deməkdir? Məsəl üçün, iş və yaxud da ki, xidmət üzrə hər hansı bir vaxtda satın alma keçirmişsiniz. Artıq bu o deməkdir ki, sizin şərtlər topluluğunuzda qoyulacaq tələblər, ümumi, xüsusi və digər o cəlun tələblər var ki, bunlar xidmətlərə görə standartdır. Siz özünüz üçün bir forma yarada bilərsiniz ki, bunu təbii ki, burada hər yeni satın almada məbləğ, ehtimal qiymət və ya alınan malların spesifikasiyasına görə dəyişir. Zəruri o dəyişiklikləri etmək, amma bir vahid şablon yarada bilərsiniz. Elə müqavilədə və digər sənədlərdə. Yeni başlayanlar üçün bunları daha çox tövsiyə edərik ki, burada səhv amili daha az olur. Artıq düzdür, təcrübə toplanıldıqdan sonra bu kimi məsələləri yeni sənədlə də formalaşdırmaq olur. Lakin yeni başlayanlara bizim tövsiyəmiz o olardı ki, daha çox şablonlar üzərindən ilkin formada bu prosesi həyata keçirsin. Və ən əsas məsələ də mənim də üzərində durduğum məsələlərdən biri təlimlər, seminarlar və şəbəkələşmədir. Mütləq şəkildə dövlət satın almasının məşğul olan mütəxəssislər, digər sahələr də öz yerində, amma bizim sahə, mən özüm düzdür, bu barədə məlumat vermədim, satın alma mütəxəssis vəzifəsindən departament direktor vəzifəsinə, belə deyək də, qalxmış bir şəxs olaraq onu deyə bilərəm ki, sizə mən satın alma mütəxəssisi də olarkən, şöbə müdiri də olarkən, departament direktoru olarkən də mütəmadi təlimlərə qatılmışam. Çünki təlimlər həm münasibətlərin qurulması, həm də ki, yeni praktiki yanaşmaların öyrənilməsi baxımından çox önəmlidir. Mənim, məsəl üçün, daha çox bu təlimi reklam kimi çıxacaq. Ən çox, belə deyək, iştirakçı olduğum təlimlərdən biri TST idi. Burada mən tanıdığım, belə deyək, tanışlıq əlaqəsi qurduğum şəxslər var ki, günü bu günlərim də mən onların, belə deyək, Loril-də faydasını görürəm. Çünki nəyə görə? Nə qədər də təcrübə olursa olsun, müxtəlif hallar olur. Praktik yanaşmalar bunu, məsəl üçün, ilk çıxdığın zaman digər təcrübəli bir həmkarınla ən azı zəng edirsən, məsləhətləşirsən. Bunu ola bilərsən, bilə bilərsən prosesin. Əslində necə olduğunu, qanunvericiliyi necə tənzimlədiyini. Lakin bunu özün, belə deyək, Loril-də desək, təcrübədə olan bir mütəxəssislə dəqiqləşdirdiyin zaman daha özgüvənli olursan və daha əmin olursan. Sözsüz ki, yenə də qərar sizə qalır, siz verirsiniz qərarı, amma bu kimi əlaqələr həm istər iş bilik bacarığının yüksəldilməsi, istər digər əlaqələrə baxımdan təlimlər bizim yeni başlayanlar üçün olmazsa olmaz, belə deyək, tövsiyələrimizdən biridir. Təlimdə nə öyrədiləcək? Bizim təlimdə bildiyiniz kimi qanunvericilik praktikada tətbiqi, bayaqda vurguladığım kimi materiallar çoxdur. Bunun belə deyək, praktikada tətbiqi sözsüz ki, böyük bir vaxt aparan bir amildir yeni başlayanlar üçün. Satınma planının hazırlanmasıdır, ehtimal olan qiymətin, satınma komissiyasının formalaşdırılmasıdır, şərtlər toplusunun hazırlanmasıdır, təkliflərin qiymətləndirilməsidir. Və mənim bu təlimdə əlavə olaraq sırf özüm baxımdan iş dövrümdə də ən önəmli hesab etdiyim amillərdən biri var idi ki, sifarişçi anlayışı, daxili sifarişçi anlayışı. Və mən onu da bu təlimə əlavə etmişəm. Çünki bildiyiniz kimi mən özüm də dövlət qurumlarından, digər mütəxəssislərlə də əlaqə saxladığımda danışanda müzakirələr zamanı görürük ki, daxili sifarişçi anlayışı hal-hazırda düzdür, yavaş-yavaş başlayır inkişaf etməyə. Amma əksər qurumlarda daxili sifarişçi anlayışı yoxdur. Ümumiyyətlə, mal, iş, xidmət kimə lazımdır? O prosesdən demək olar ki, xəbərdar olunur. Satın alan, yəni şəxs və yaxud da ki, satın alma mütəxəssisi prosesi belə bir fikir var ki, sən bilməlisən mənə nə lazımdır, sən almalısan, gətirməlisən, icra etməlisən. Yəni bu əslində bir çox problemlərə gətirib çıxardır, digər təhlükəli hallar da ola bilər. Bu baxımdan daxili sifarişçi anlayışını da mən bu təlimdə izah edəcəm, təcrübələrimdən və tövsiyələrim olacaq və dövlət satın alma ilə bağlı digər zəruri prosedurlar barədə biz təlimdə inşallah ki, fikir mübadiləsi aparacağıq. Təlimin mövzuları təkrarladığımız kimidir və bunu web səhifəmizdən də
baxa bilərsiniz, tanış ola bilərsiniz. Təlimin tarixləri sabahdan 14 apreldən başlayır. 19:00-da başlayacaq təlimlər. Bunun əsas məqsədi odur ki, biz başa düşürük ki, burada daha çox kütlə dövlət qurumlarında işləyən və yaxud da ki, digər özəl təşkilatlarda işləyən şəxslər ola bilər və iş saatı 6-da bitdiyi üçün ona görə saat 19:00-a salmışıq bunu. Burada da gündəlik dərs mövzularıdır və yekun dərslərimizdə daha çox çalışacağıq ki, praktik müsabiqə üzərində işləyək və ən əsası bu sahədə tez-tez qarşılaşılan problemlər barədə bir dərs ərzində biz fikir mübadiləsi aparacağıq və sənəd şablonları üzərində işləyəcəyik ki, sanki yeni bir müsabiqə yaradılır və o müsabiqədə bu sənədlər necə formalaşdırılmalıdır və digər prosedurlar barədə izah edəcəyik. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Vaxtınızı aldım. Təşəkkür edirəm. Hər kəsi bir daha salamlayırıq. Mən Yusif Yusifli. Biz komissiya üzvləri üçün inşallah ki, təlim planlaşdırılmışıq, onu edəcəyik. Ümumiyyətlə, mən həm komissiyada, həm belə satlama mütəxəssisi kimi 8 ildən çox da artıq işləyirəm. Əsasən bu tikinti sahəsi olsun, belə deyək, bu ait avadanlıqlar alınması olsun, əhalinin köçürülməsi olsun. Bu tipli bütün satmamaları keçirmişik və uğurla yekunlaşdırmışıq, müqavilələr bağlamışıq. Bizim bu təlimi keçirməkdə, planlaşdırmağımızda məqsədimiz o idi ki, adətən bütün hər kəs belə deyək, satlama mütəxəssisi kimi başlayır bu işə. Bundan sonra bu komissiya, o mütəxəssisin gördüyü işləri müəyyən mənada təsdiqləyir. Biz bəlkə də belə fikirləşirik ki, bütün qurumlarda əsasən bütün məsuliyyət o mütəxəssisdə, amma real olaraq elə deyil. Çünki mütəxəssis bu prosesi müəyyən hissədə gətirir və komissiya sonunda onu təsdiqləyir. Yəni, bütün məsuliyyət komissiyanın üzərində qalır. Çünki komissiya orada bütün imza səlahiyyətli olan insanlardır. Mütəxəssis bəlkə də komissiya üzvü olmaya da bilər. Yəni, bir çox qurumda belə də olur. Tutaq ki, hansı bir satmama şöbəsi olan bir yerlərdə satmama şöbəsinin rəhbəri olur komissiyanın üzvü, amma oranın hansısa bir işçisi olur. O, belə deyək də, burada komissiyanın üzvü olur satılama şöbəsinin rəhbəri, onun əməkdaş, amma olur o prosesi aparan şəxs. Və bu bizə elə göstərməsin ki, bu insan o məsuliyyətdən azad olur, o komissiyanın rəhbəri. Çünki bütün prosesi o işi aparır. Elə deyil. Komissiya burada daha çox məsuliyyətlidir, daha çox məsuliyyət daşıyan tərəf olur. Və burada da bizim əsas məqsədimiz orada komissiya üzvləri və saxın qərarverici şəxslər üçün nəzərdə tutmuşuq ki, bu prosesdə həmin şəxslər gələ və biz orada müəyyən diqqət göstəriləsi yerləri, diqqət olması yerləri biz onlara bildirək. Məsələn, çətinlik hal-hazırda komissiyada biz belə fikirləşirik ki, komissiya üzvləri sanki prosesdən biraz kənarda qalırlar. Yəni, proses mütəxəssis aparır, mütəxəssis o prosesi aparandan sonra komissiya gəlir, hə, tez bir dənə imzalayım, əfsu keçdi. Amma elə deyil. Artıq bilirsiniz, son dövrlərdə bu komissiya ilə bağlı müəyyən dəyişikliklər olub. Bu sonuncu dəfədə 19 martda İnzibati Xətalar Məcəlləsində dəyişiklik olunub və orada artıq komissiya üzvlərinin üzərinə düşən məsuliyyət daha da artır və qanunvericiliyə tətbiqinə yenilənib, uyğunlaşdırılıb. Yeni qanun, satlama qanununa uyğunlaşdırılıb. Orada müəyyən cərimələr artırılıb, orada müəyyən müddətlər artırılıb. Müddət yəni necə? Tutaq ki, hər hansı bir prosesdə, əgər burada müəyyən bir qərarlar qəbul olunubsa ki, komissiya tərəfindən bu əvvəl 4 ay o prosesdə qalırdı. Yəni, hansı bir yoxlama gələndə o 4 aya qədər olan vaxta baxa bilirdi. Amma artıq o müddət 1 ilə qədər artırılıb. Yəni, hər hansı bir komissiyanın verdiyi qərar artıq 1 il ərzində yoxlama gələndə onu gəlib yoxlaya bilər və məsuliyyətə cəlb edə bilər. Hətta yəni, həmin o komissiya üzvlərinin hər birinin imzaladığı bütün sənədə görə hər kəs o məsuliyyətə cəlb oluna bilər. Ümumiyyətlə, burada çətinliklər əsasən ondan ibarət olur ki, tutaq ki, komissiya vaxtı sorğular olur, adətən bütün bu, hamı bilir ki, təchizatçılar girir tender prosedurunda, orada baxır ki, nəsə bir anlaşılmazlıq var, bir orada sorğu yazılır.
O sorğu əslində komissiyanın bütün üzvlərinə çatdırılmalıdır. Bilirəm, indi bütün aranızda başqa komissiya üzvü olan varmı, yoxsa sizdə komissiyanın işlərində iştirak edirsiniz? Hə? Yəni siz komissiya üzvlərisiniz, hə? Siz tanıyırsınız. Komissiya üzvləri zaten belə deyək də, bu proseslər gəlir qarşısına. Portalda biz elə baxırıq ki, hə, keçdiyi tezdən ya təsdiq nəsə bir şey. O prosesin özündə orada protokol olur, təchizatçıların təqdim etdiyi sənədlər olur. Bunu mütəxəssis baxır. Mütəxəssis baxandan sonra ötürürsə bizə komissiya. Komissiya da orada ən azından bir təsdiq edici, bir qərar verici şəxs olduğu üçün o da baxmalıdır. Komissiyada məsələn müəyyən şəxslər olur ki, komissiyada üzv təyin olunurlar rəhbər tərəfindən. Bu nəyə əsasən təyin olunur? Yəni adətən say o tamamlansın deyə bilirik 5 nəfər ən azı say olmalıdır. O tamamlansın deyəmi qoyulsun, yoxsa necə? Yəni burada da biraz elə bir məsələlər var ki, burada diqqət yetirilməlidir ki, yəni bu say tamamlanması üçün nə olmalıdır, yoxsa yox? Məsələn, tutaq ki, biz hansısa bir tikinti ilə bağlı tender keçirdəcəyik. Orada komissiyaya IT şöbədən kimisə qoymaq biraz düz deyil də. Yəni orada aidiyyatı üzrə şöbədən, məsələn, texniki şöbə mi deyək, ya hansısa bir tikintiyə daxil şöbədən və yaxud əksinə IT avadanlıq alınacaq, ya hansısa bir proses keçiriləcək, xidmət görüləcək. Burada hansısa bir texniki tikintidən baxan bir adamı gətirmək o düz deyil. Yəni hər işə görə bir komissiya təyin etmək o da mümkündür. Yəni bilirəm, bu deyək qurumlar çoxu ona getmir, amma işin belə deyək tam köklü, tam rahat getməsi üçün və gələcəkdə müəyyən məsuliyyətdən daha da deyək rahat azad olmağımız üçün o prosesdə biz artıq əvvəlcədən gələk köklünü düzəldək ki, sabahsı gün yoxlama olanda bir şey olanda bizim qarşımızda problem yaranmasın. Çətinliklər əsasən belə olur. Tövsiyələr də o olar ki, elə bəya dediyim kimi, hər komissiya üzvü verdiyi qərarda sərbəstdir. Bunu hamımız bilirik. Amma komissiya üzvü qərarı verəndə nəyə fikir verməlidir? Məsələn, nəyə baxmalıdır? Orada müəyyən sənədlər var. O sənəddə əsasən sənədin hansı hissəsinə baxmalıdır? Yəni, əsas o tövsiyəmiz odur ki, o sənəddəki yerlər biz deyək ki, tutaq ki, bu sənəddə bu hissəyə baxmaq lazımdır. Məsəl üçün, nə bilim, hər hansı bir işçi ilə bağlı olsun, texnika ilə bağlı olsun və yaxud da ki, müqavilələr olsun, maliyyə hesabatı olsun. Onları yoxlananda hər komissiya üzvü öz üzvlərinə düşən yükü, orada məsuliyyəti başa düşsün. Komissiyada ola bilər ki, maliyyədən də, satılmadan da, texniki şöbədən də, ya digər şöbələrdən olsun. Yəni, orada hər kəs öz üzvlərinə düşən qeyd yerdə var, rəy yerdə. Ola bilər mütəxəssis nəysə yazıb, düzəldib, amma siz ondan razı deyilsiniz. Mütləq formada ora rəy yazılmalıdır, qeyd olmalıdır. Bu, sizin üçün belə deyək, o dediyim o inzibati xətalar məcəlləsi də, o sabahsı gün yoxlama prosesində sizə o rəy azad edəcək. Sabahsı gün o siz o rəyə yazmayıb, şifahiyyət etsəz ki, mən o vaxt demişdim də, bu düz deyil. O sizi heç nə eləməyəcək. O sizi gəlib o yoxlama deməyəcək. Mən onu harada görüm ki, siz onu demişsiniz elə bilirsiniz. Rəy bölməsinə qeyd yazırıq və deyirik ki, biz o vaxt məsələn maliyyə hesabatındakı filan uyğunsuzluğu görmüşdüm, amma burada qeyd etmişəm. Məsələn, filan hansı göstərici, şərtlər toplusunda tələb etdiyimiz göstərici uyğundur və ya uyğun deyil. Sonra əsasən o təchizatçılardan gələn sorğular problem olur. Orada tövsiyələri olur ki, orada əsasən qanunvericiliyinə bu tənzimlənir vaxt, bilirsiniz də, müddət qanunvericiliyinə tənzimlənir. Orada müəyyən müddət ərzində biz artıq o sorğuya cavab verməliyik. Yəni 2 iş günü ərzində yazılan sorğuya biz satın alma komissiyası olaraq cavab verməliyik ki, bu insan yəni bizdən nə istəyib, biz ona nəyə cavablamalıyıq. Çox vaxt o verdiyimiz cavaba görə müəyyən mənada şərtlər toplusunda dəyişiklik ola bilər, orada vaxt uzatmaq olar. Bunu komissiya hamısına belə deyək də qərar verən şəxs olmalıdır. Mütəxəssis orada məsləhət verə bilər ki, bu proses budur. Artıq komissiya özü deyəcək ki, biz burada bu yolu mu seçək, yoxsa digər yolu mu? Məsələn, tutaq ki, biz burada deyək, vaxtı, şərtlər toplusunun vaxtını uzadaqmı, yoxsa ehtiyac yoxdur? Burada nəsə bir dəyişikliyə ehtiyac yoxdur şərtlər toplusuna və müddəti uzatmağa da ehtiyac yoxdur. Yəni, bu şeylərə komissiya özü qərar verməlidir və komissiya özü yekun bir iclas protokol kimi edib, onu da tərtib etməlidir onu. Sonra bizim təlimdə, keçəcəyimiz təlimdə əsas fikrimiz, bilirsiniz, komissiya üzvlərinin davranış kodeksi var qanunda. Orada komissiya üzvü təyin olunan şəxslərin satın alma ilə bağlı ən azı biliklərini göstərəcək bir sənəd də olmalıdır, sertifikat da olmalıdır. Yəni, biz onu da çalışıb sizə təşkil edəcək, yəni komissiya üzvləri kimlər ki, gəlib iştirak edəcək, həm onlara o bəyadan danışdığımız bütün bu məlumatların artıq incəliklərini və həmçinin praktiki yollarını göstərəcəyik. Tutaq ki, hər hansı bir sənədi göstərəcəyik və onun üzərində baxılası yerlər və komissiyanın o sənəddə nəyə baxıb rəy verməsi barədə məlumatları verəcəyik.
Həmçinin bizim təlimimizin müəyyən o dərsləri keçəndən bitirənlərə sertifikat da təqdim edəcəyik ki, hansı ki o sertifikatdan artıq o şəxslər rahat şəkildə komissiya üzvü ola biləcəklər və onun heç bir problemi olmayacaq. Düzdür, hələ ki bu biraz tam formalaşmayıb, amma yəni artıq gedişat ona doğru gedir ki, komissiya üzvlərinin bu sertifikatına da artıq fikir veriləcək, önəm veriləcək. Sonra bizim məsəl üçün dediyim kimi o portal üzrə icra olunan məsələlər var, hansı ki biz bunu danışırıq, amma danışdığımızın portal üzərində bir formal görüntüsü var. Məsələn, danışdığımız istər-istəməz biraz daha şifahi, rahat formadadır, amma portalda o sənədlərin yeri forması var. Komissiya üzvləri düzdür, biraz daha çox vəzifəli şəxslər olduğundan çox bəlkə də vaxt özləri də baxmır, eləmir. Amma yəni ən azından onun orada yerini bilməyini, orada o prosesi izləməyi bilməkləri onların üstünlüyü olar ki, biz inşallah ki, təlimdə bunları nəzərdə tutacağıq. Təlimdə mövzularımız ümumi satma-alma qanunu mövzularıdır. Düzdür, burada əsasən nələr ki, belə deyək, bütün o incəliyinə doğru ola bilər müəyyən vaxt çatmasını keçmək, amma sizin istənilən çətinliyiniz, sorğunuz, komissiya üzvlərinin başa qarşılaşdığı ümumiyyətlə nələr varsa, biz çalışacağıq onların hər birini ətraflı şəkildə izah edək ki, bundan sonra hər hansı bir prosedurlarda o çətinliklərlə artıq qarşılaşmayacaq və ya qarşılaşanda bizim hər halda təlimdən sonra bir müəyyən müddətlik sorğu-sual yeri də olacaq ki, orada onu yazıb, biz o sizə çalışıb köməkli eləyəcəyik ki, o sorğularınıza cavab verəcəyik. Bu qədər. Bəli. Biz əslində bu ilkin olaraq keçəcəyik, sonra axırda təlimin sonunda həmin bildiğimiz suallara cavablayacağıq inşallah. Və təlimimizin vaxtları da burada deyim, yəni bu biraz qısa müddət ona görə də eləmişik ki, indi bu komissiya üzvləri bayaq dediyimiz kimi də müəyyən o rəhbər şəxslər olur, vaxt məhdudiyyəti olur. Ona görə daha yaxşı biz fikirləşdik ki, qısa bir müddətdə bu təlimi keçək. Həm onlayn olacaq, həm belə canlı burada keçiriləcək. Bəli, 4 dərsdir. 5-ci bizim sertifikatın təqdim olunması və sorğu-sual yekun mərhələ olacaq. Yəni həmin mərhələdə biz artıq sertifikatları təqdim edəcəyik inşallah. İmtahan yox. Biz burada sadəcə olaraq təlimi keçmiş şəxslər iştirak edir. Bəli, artıq bu təlimi verdiyi deyə həmin şəxslər o sertifikatla verdiyidə yerlənəcəklər, təmin olunacaqlar. Təşəkkür edirəm dinlədiyiniz üçün. Çox sağ olun. Salam xanımlar və cənablar, adım Yusuf Axundovdur. Təchizatçılar üçün təlimi, belə deyək, mən tərəfdən keçiriləcək. Özüm haqqında qısa məlumat verim. 2010-cu ildən bəri həm mühəndis, həm tender mütəxəssisi olaraq çalışıram. Müxtəlif təchizat qurumlarında da, belə deyək, Akot Sənaye Korporasiyasından alt törəmə müəssisələrində də çalışmışam. Yerli və beynəlxalq tenderlərdə iştirak eləmişəm. Yerli, biz zaten bilirik, yerli dövlət satın almalardır, B2B tenderlərdir və s. Beynəlxalq tenderlər isə KfW olsun, EBRD olsun, World Bank olsun, Asiya İnkişaf Bankı olsun və s. Bu bankların, maliyyə qurumlarının keçirdiyi, müxtəlif ölkələrdə keçirdiyi tenderlər iştirakçısı olmuşam. Belə deyək də 15 ilə yaxın tender mütəxəssisliyi edirəm. Təchizatçıların biz Azərbaycanda olan dövlət satın almaları ilə keçirilən tenderlərdən danışırıq. Ancaq mənim burada biraz da töhfəm olacaq ki, həm dövlət satın almaları, həm digər, belə deyək də, şirkətlərlə B2B tenderləri olsun və ya beynəlxalq yerli tenderlər olsun, dediyim kimi, maliyyə qurumlarının tenderləri olsun. Bu tenderlərdə bizdə olan, onlarda olan praktika və ümumi bir, belə deyək də, məsləhətlər vermiş olacağıq. Bütün bu, belə deyək də, sadalanan 1300 səhifəlik qanun, 23 sənəd, azı 300 səhifəlik olan şərtlər toplusu və s. və ilaxır. Bunların hamısı bir şeyə qulluq eləyir. Həmin o predmeti təchiz eləyəcək və ya işi, xidməti, malı
təchiz eləyəcək təchizatçının seçilməsi üçün. Yəni bu qədər həngamə təchizatçının seçilməsi üçün. Və təchizatçı da Azərbaycanda belə deyək, ümumiyyətlə mənim praktikamda belədir ki, özüm müşahidə eləmişəm ki, 3 hissəyə bölmüşəm. Hər təchizatçı firmaların daxilində 3 tip sistem olur, tender sistemi olur. Bu təchizatçıdan aid, satın almacıdan aid deyil. Biri belə deyək, Amerika və Qərbi Avropa üsulu kimi belə deyək də formalaşdırmışam. Burada nədir? Bir dənə dokument kontroller olur və bütün qurumlardan, daxili qurumlardan sənədlər gəlir dokument kontrollera. Məlum məsələdir ki, şərtlər toplusuna əsasən, şərtlər toplusu yayılır maliyyəçiyə, hüquqşünasa, texniki hissəyə və qiymətləndirmə bölməsinə. Oradan məlumatlar gəlir dokument kontrollera. Dokument kontroller heç bir demək olar ki, belə deyək, demək olar ki, iş görmür. Sadəcə olaraq paketi bağlayır və satın alan təşkilata verir. İkinci üsul Çin üsuludur. Çin və belə deyək də Şərqi Asiya ölkələrinə aid olan bir üsuldur ki, burada artıq daha böyük belə deyək, layihələrə aid oluna bilər. Bunu mən öz yol olsun, nə bilim, çirkab su təmizləmə qurğuları olsun, infrastruktur da belə deyək, infrastruktur layihələrindən gələn tenderlər olsun ki, burada da həmin o tenderdə iştirak eləyən əməkdaşlar, smetçiklər, smeta mühəndisləri, hüquqşünaslar, tərcüməçilər, maliyyəçilər və s. və ilaxır. Bunların hamısı bir tenderin şərtlər toplusunda olan sənədləri toparlayır və şərtlər toplusunu bidding dokumentisi nöqtəsinə vergilinə qədər analiz eləyir və ortaya bir paket hazırlayır. Daha sonrası isə əgər udarsa o tenderi, o komanda o layihəyə təhkimlənir. Belə bir üsul var. Bir də Şərqi Avropa və Orta Asiya üsulu deyək. Bu da, yəni bu belə deyək, bu qruplaşdırmanı mən özüm, öz praktikamdan eləmişəm. Yəni hər hansı bir yerdə ola bilər qarşınıza çıxmasın. Ümumiyyətlə deyirəm. Şərqi Avropa və Orta Asiya üsuludur ki, özünüz də bilirsiniz ki, Azərbaycanda tender mütəxəssisi deyilən bir yeni yaranmış bir ixtisas qrupu deyək də, belə deyək. Bu sistemdə artıq tender mütəxəssisi, necə deyim, hamısından biraz bilməlidir ki, bu şərtlər toplusunda olan tələbləri qarşılamaq üçün, paketi qurmaq üçün savada mı deyim, praktikaya mı deyim, malik olsun. Siz bunu götürün bir quruma. Tender mütəxəssisi yalnız bir qurumda olmur. Bir elektrik təchizatı ilə məşğul olan şirkətdə olmur, bir tikinti firmasında olmur, bir IT kampaniyasında olmur. Tender mütəxəssisi deyəndə yalnız deyirik ki, tender mütəxəssisi. Və bunu da daha çox tender mütəxəssisini dokument kontrollerindən səhv salırlar. Sənəd üstünə qoyub verən adam. Bu cür. Bu biraz dokument kontrollerində özünün belə deyək də iş öhdəlikləri var, amma tender mütəxəssisinə buna aid eləmək olmaz. Azərbaycanda tender mütəxəssisi ən çox, belə deyək, nəyə görə sən bu sənədi düzgün qoymamısan? Sən düzgün verməmişsən, ona görə qoymamışam. Mən bilmirdim ki, gerək sən mənə deyərdin, deyə bir proses gedir. Və tender mütəxəssisi, satın alma mütəxəssisinin qabağına çətinliklər çıxır Azərbaycanda. Tək Azərbaycanda yox, yəni dediyim kimi bu Gürcüstanda da belədir, Türkiyədə də belədir, Moldovada, Albaniya, yəni mən belə deyək də, təcrübəmdən və müşahidələrimdən gələn bir şeydir ki, tender mütəxəssisi yalnız sənəd üstünə qoyan şəxs deyil. Və çətinlikləri nədən ibarətdir? Satın alma anlayışları və satın alma mütəxəssisi olaraq nələri etməlidir? Onu çox zaman bilmirlər. Bəli, satın alma haqqında qanunları oxumaq lazımdır ki, öz haqlarını, hüquqlarını satın alan təşkilat qarşısında da qorusun və ya digər, belə deyək də, rəqibləri ilə yazışmalar, o portal üzərindən yazışmalar. Bir də görürsünüz ki, biri birinci yerə çıxana deyir ki, yox, bu belə olmalı deyil idi. Filan şeylər var. Şikayət ərizəsi yazır satın alan təşkilata. Satın alan təşkilatda da düzdür. Yəni, belə deyək, bütün bu qanunları bilməlidir ki, o
şikayətlərin qarşısını alsın, amma tender mütəxəssisi artıq bunu qabaqcadan bilib zaten bu sənədləri düzgün qoymalı idi ki, bu suallar yaranmasın. Bu risklərdir. Firma daxili proseslərin nizamlanması tender mütəxəssisinin elə bil ki, necə deyim, qurtaran bir prosesdir. Gəlin belə deyək də, çox firmada, mən müşahidə eləmişəm ki, çox firmada bu tender prosesi nizami və ya prosedural olaraq yoxdur və bu da bir neçə problemlərə gətirib çıxardır ki, məsəl üçün, vaxtında sənədlər düzgün tərtib olunmur. Atıram, təcrübə istənilir hər hansı bir tenderdə. 3 dənə müqavilə lazımdır, bəlli bir summada lazımdır. Bunun təhvil təslimləri lazımdır, elektron qaymələri lazımdır. Gərəkərsə, udduqdan sonra belə deyək və ya necə deyim, o tender prosesi zamanı onun alt sənədləri lazımdır, ikinci sertifikatları lazımdır. Yəni, sübut edici sənədlər də. Çox firmada bu yoxdur. Və ya yoxdur, ya vaxtı ikən o sənədlərə əski parçası kimi baxıb atıblar qırağa, arxivə atıblar, ya harasa atıblar. Tender mütəxəssisi qalır belə. Proses nədən ibarətdir? Tender mütəxəssisi artıq bir prosedura yazmalıdır və bəlli bir qurumlara, maliyyəyə, hüquq departamentinə və texnikaya baxan qurum varsa ora ki, bunlardan daimi olaraq refresh olunmuş məlumatlar daim gəlsin tender mütəxəssisi və ya tender departamenti mi deyək, şöbəsi mi deyək, orada damcı-damcı dolsun və elan gələndə o elanı analiz edən tender mütəxəssisi havaya baxmasın ki, ay Allah, məndə bu təcrübə var həqiqətən, mən bunu eləyə biləcəm, mənim maliyyə kriteriyalarım buna uyğun gəlir, bir dənə maliyyəçi tezdən geleyim, maliyyəçi də ki, baxır, eləməyə bilər, onun da en qədər vaxtı var və ya buxalter və s. Bu vaxt itkisi tender prosesi zamanı təchizatçı üçün böyük risklər daşıyır. Satın alma elanlarının izlənilməsi və onların düzgün analiz olunması da tender təchizatçısının belə deyək, bir növ Azərbaycanda öhdəliklərindən biridir. Düzgün analiz eləyirsən, tender elanını hər gün, mən şəxsən belə deyək, yalnız dövlət portalından danışmırıq, e-tenderdən danışmırıq. EBRD, KFW, Asiya İnkişaf Bankı, hətta Gürcüstanın özünün lokal, bizim bu portal kimi portalı var, Özbəkistan, Qazaxstan. Mən biraz tez qutaracam. Sual-cavab hissəsində keçəndə suallarınızı məmnuniyyətlə cavablandıracam. Yəni, bunları izləyib, oradan sizin firmaya, sizin firmanın, təchizatçı firmanın kriteriyalarına uyğun düzgün elanları çıxardıb artıq ya business development-a, ya direktora çatdırmaq lazımdır ki, bax, belə bir tender var, bizim vaxtımız bu qədərdir. Sənədlərimiz qaydasındadır, təklif vermək lazımdır. Tender mütəxəssisi təklif verən ayrıdır, qiymət işinə onsuz da çox vaxt qarışmır, amma tikinti proseslərdə çox vaxt qarışır. Mən bunu düzgün saymıram. Deyir, bütün paket hazırdır, sən bir dənə ver, qiymət təklifi ver. Bu, bilirsiniz necə gözəl bir şeydir. Hamı öz işi ilə məşğuldur. Heç kimdə o prosesə, belə deyək də, ya badalaq mı deyim, ya özünü kəsmək mi deyim, bu işlərə qarışmır. Bank qarantiyasıdır, məsəl üçün, tender mütəxəssisi bilmir ki, bank qarantiyası nə qədər müddətli olacaq. İndi düzdür, satılan portalda bu məsələ həll olunub. Amma mən görmüşəm ki, böyük bir firma birinci yerə çıxıb tender, belə deyək də, müsabiqəsində, təşəkkür edirəm, müsabiqəsində, amma bank qarantiyasının vaxtı bir gün və ya məbləği 1 manat aşağı olduğu üçün kəsilir. Bu risklərdir. Mən tez biraz yekunlaşdıracağım. Təchizatçıların çətinliklərini, tövsiyələrimiz nədir? Biznes strategiyasının düzgün qurulması, bu dediyim kimi, biznes strategiyasına fokuslanmış tenderləri izləmək və analiz etməkdir. O strukturu qurmaqdır. Yəni, tövsiyələrimdən biri budur. Texniki baza, işçi heyəti haqqında daim, təcrübə haqqında daim tender mütəxəssisi bunları hamısı özündə ehtiva eləməlidir. Özündə ehtiva eləməlidir. Çox vaxt hətta tender mütəxəssisinə yaxınlaşmamalıdır ki, bizim belə bir təcrübəmiz var.
bəli, var, filan şeylər. Belə bir təcrübəmiz var. Yox, bu yoxdur. Bu biz IT firmasındayamsa mən gedib yol işi görə bilmərəm. Belə bir təcrübəm yoxdur. Şərtlər toplusunun düzgün analiz edilməsi, tender zamanı yanlışlıqların aradan qaldırılması və şikayətlərin olunması, şikayətlərin düzgün olunması, belə deyək. Təchizatçılara yəni bu təlimdə nə öyrədəcəyik, onları sadalanmışam, risklərdir, zəmanətlərdir, satın alma və tender ümumiyyətlə fəlsəfəsini, anlayışını anlatmaq lazımdır. Çoxu təchizatçılar bunu anlamırlar. Mən ilk başda dediyim kimi, bütün bu həngamə bir firmanın və bir predmetin alınması üçün qurulmuş bir şeydir. Düzgün alınması, sadə, şəffaf, ədalətli qurulması üçün. Bu da təchizatçıların özündən asılıdır. Yəni, tender mütəxəssisindən hüquqi tərəfdə, amma təchizatçıların özündən asılıdır. Birgə fəaliyyət olaraq tenderlərdə iştirak, bu mənim üçün vacib bir amillərdən biridir və Azərbaycanda da çox redki deyək də, belə deyək, ruslar demişkən, redki istifadə olunan bir şeydir. Bu barədə məlumatlar verəcəm, yenə də öz təcrübəmə aid. Müxtəlif sektorlarda satın almalar zamanı tələblərin ödənilməsi, yerli beynəlxalq tenderlərin izlənilməsi və iştirak. Təlim mövzuları ilə saytımızda da tanış ola bilərsiniz. Burada da, yəni üstündən keçdim zaten. Bunlar Elçin müəllimin, Yusuf müəllimin dediyi bütün o təlim mövzuları cəmlənərək mən də deməliyəm, çünki satın alma qanunları var və Nazirlər Kabinetinin qərarları var. Bu çərçivənin içində nə problemlərlə qarşılaşacaqsınızsa, onları aradan qaldırmaq üçün praktikamdan irəli gələn məsləhətlər də təlim zamanı bölüşəcəm. Təlimin tarixləri 12 maydan başlayır, 2 saatlıqdır, 5 təlim və 31 mayda sertifikatların təqdim olunması üçündür. Çox sağ olun, tez danışdığım üçün üzrlü sayın, suallarınızı gözləyirəm.